Salam, hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsində 6 sot torpaq sahəsində yerləşən qəşəng 2 mərtəbə, demək olar ki 3 mərtəbə, 6 sotda 5 otaq göy içində gördüyünüz əşyalarla bir yerdə satılan qəşəng villamız. Masazır qəsəbəsində yerləşir. Bax bu darvaza hissəsi qəşəng, səliqəli həyət, burada navesi var. Aşağıda bax hissəsi var. Videonu irəliləyəndə gələndə görəcəksiniz. Tam şəxsi tikili, yaşayışlı, gözəl həyət evi 6 sotda. Paket kupçadır, ipoteka şərtlərinə tam uyğun vəziyyətdədir. Bax görürsünüz, həyətdən rahat 10 maşın daxil olsun. Bax burada da qəşəng besetka üçün nəzərdə tutulub inşa olub. Burada da qəşəng əlavə bir evdə tikə bilərsiniz, əlavə obyektdə tikə bilərsiniz. Böyük zaboru var, darvazası. Şəxsi tikili evdir. Başqa necə ola bilər? Qəşəng, bax, ikinci mərtəbə mansard tipli qəşəng ev. Həyətində sanitar qoşaq, hamam otağı, texniki otaq yerləşir. Evin yan arxa hissələrinə rahat keçib hərəkət etmək mümkündür. Demək olar ki 3 mərtəbədir. Bax, buradan da aşağı həyətə keçirsən 1 metr məsafə var. Mərkəzi kanalizasiya sistemi ilə təchiz olunub. Evimizin də üzü belə mozaika ilə örtülüb. Mərkəzi kanalizasiya sistemi hündür yerdə yerləşir. Qapıdan çıxdım, dayanacaq yerləşir burada, hörmətli izləyicilərimiz. Marketlər, məktəbə yaxın. Evin üzü bu formada. Qiymət 230 min manatdan deyilir. Real müştərilərə qiymətdə endirmə olacaq. Bax, həyətində görürsünüz, həyətində bax, mandalin, limon, əncil, üzüm, nar, hər bir meyvə ağacını bu həyətdə görə bilərsiniz. Həyətdə bax bu cür qəşəng dekorativ ağac, meyvə ağacları mütəmadi olaraq qulluq olunan bax. Bax burada bağ hissəmizi görürsünüz. Burada toyuq cücə saxlamaq üçün hində var. Bax, hər bir ağacı, armud ağacını görürsünüz. Konfrans armud ağacıdır. Əncil ağacı, heyva. Hər bir şaba alma ağacı da var burada. Evin arxa hissəsindən 3 mərtəbə tipli sayılır evimiz. Bura zirzəmi hissəmiz. Bax, padval böyüdür. Bax, çox böyüdür. Qəşəng şəxsi tikili evdir. Buradan içəri xətlərə də keçə bilirsən. Beton, monolit, kombi sistemi ilə təchiz olunub. Burada da əlavə istirahət otağı, sərin yerdir. Evimiz 9-un belə deyək, 11-ə tikilən bir ev, 5 otaq, 4 yataq otağı, zal, mətbəx, 2 sanitar qoşaq yerləşir. Evin daxili sahəsinə keçib bir daha göstərim sizə. Həyəti super, metlaq daşla döşənilib. Rahat 10-15 maşın həyətinə daxil ola biləcək. Düz mərkəzi yolun üzərində yerləşir. Evin içinə daxil olaq. Evimiz gözəl təmirli evdir. Çox gözəl səliqə ilə təmir olunmuş bir ev. Giriş hissəsi, evin içində nə görsəz qiymətə daxil qalacaq. Bax, bu evimizin giriş hissəsi. Qəşəng, monolit beton. Evin salon hissəsi, evdə nə görsəz, hörmətli izləyicilərimiz, qiymətə daxil qalacaq. 36 kvadrat salon hissəsi. Qəşəng yumru pəncərə, öz həyətinə baxan. Görürsünüz necə gözəl. Bu evi alan burada təmirə aid iş görmədən yaşayacaq. Qapılarımız köhnə, bahalı qapılardır. Burada evin mətbəx hissəsi yerləşir. Görürsünüz necə səliqəli. Burada televizor da var. Evdə 2 ədəd televizor, kondisioner, monolit beton, hündürlük 3.30-a yaxın, 3.20-yə yaxındır. Mətbəx hissəmiz də gözəldir. 6 sot torpaq sahəsindədir. Yuxarıda böyük kondisioner var, aşağı vurur, qəşəng sərindir. Əlavə aşağı mərtəbədə bir yataq otağımız böyük formada. Görürsünüz necə böyükdür. Şəxsi öz üçün, istifadə üçün inşa eləyib evimizi. 6 sotda yenə xatırladım, paket kupçalı həyət evimiz. Burada da evdə də sanitar qoşaq və hamam otağı ayrı-ayrılıqdadır. Bu əlavə sanitar qoşaq texniki otaq kimi nəzərdə tutulub. Kombisi var, qızdırıcısı var. Bu isə hamam otağı, hamam və ayaq yolu otağı bir yerdədir.
Qəşəng təmir. Qoşa daşla inşa olunub, şəxsi olduğu üçün tikilişinə önəm verib. İndi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbənin pilləkanı, qəşəng. Pilləkanın pəncərəsi işıq düşmək üçün. Bax, burada ikinci mərtəbə görürsünüz. Biraz yanları mansard tiplidir, amma gözəl. Burada 80 kvadratlıq kondisioner mövcuddur. Bu bir yataq otağımız. Görürsünüz, qəşəng sərgəli. Buradan evin balkon hissəsi var. Bir otağa məxsus 2 kvadratlıq balkon hissəmiz var. Burada əlavə demək olar 4 yarımın 5 yarımı olan hardasa 22 kvadrat yarım belə bir qəşəng yataq otağı. İzolyasiya olunub, gözəl vəziyyətdədir. Bu evin ikinci mərtəbənin özünə məxsus ümumi sanitar qovşağı. Burada duşkabin yeri də qoyulubdur. İkinci mərtəbədə 3 yataq otağı, böyük sanitar qovşaq, hol, kondisioner Lotus markalı 90 kvadratlıq. Bu da 22 kvadrat yarımlıq əlavə 4-cü yataq otağımız. Geniş formada, qəşəng, super. Həqiqətən də gözəl evdir. Evimizi diqqətlə izləyin, kimin üçün maraqlıdırsa. Belə şəxsi evlər adətən az-az satışa çıxır. Çox gözəl evdir. Şəxsi ev, paket, kupça, ipoteka şərtlərinə uyğun 230 min manata təklif olunur. Real müştəri olsa mütləq endirim olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.